Salam əziz və dəyərli soydaşlarımız. Hər birinizi xoş gördük. Güney Azərbaycan Qurtuluş Partiyasının qurtuluşun sözü ilə birliktəyik. Həftəlik verilişlərimizin yenə başlanğıcında sizinlə birliktəyik. Əziz soydaşlarımız, necə ki bilirsiniz, bizim əsas bugünkü söhbətlərimiz, ya elə belə deyək ki, bugünkülər, yəni bu günlər söhbətlərimizin əsasını zindanlarımız və zindanlarımızın faşizminin zindanlarında direncini, müqaviməti və aclıq aksiyaları keçirməkdədir. Necə ki bilirsiniz, demək ki, Vəd Əsədi və Təqavi bəylər indi artıq 30 neçə gün oldu, 31-32 gün oldu ki, aclıq aksiyalarını davam edirlər və 2 gün bundan öncə demək ki, Əzimi Qədim bəy son verdi öz aksiyasına, aclıq aksiyasına və əlbəttə ki, yaxşı da iş gördü. Yəni, daha doğrusu bu rejim ümumiyyətlə qərarlıdır ki, bizim Azərbaycan Milli Hərəkatımızın fəallarını elə bu bahanalarla aradan qaldırsın. Necə ki, bundan öncə də ümumiyyətlə bizim insanlarımızı fərqli bahanalarla aradan qaldırıb və şəhid edibdir. Bu günlərdə elə həman siyasəti davam etməkdədir. Əziz soydaşlarımız, təbii ki, bu məsələ ilə bağlı demək ki, deyəcək sözlərimiz çoxdur, ancaq zamanımızı, vaxtımızı nəzərə alaraq biz ümumiyyətlə çalışırıq ki, 15 dəqiqənin içində fikirlərimiz, düşüncələrimizi sizinlə paylaşmış olaq və bir mövzu əsasında fəqət danışırıq. Ona görə də gündəm məsələlərimiz çoxdur, gündəm məsələlərimizin üzərindən çox sürətlə keçə bilirik. Demək ki, necə deyim, Qara dağımızın meşələrinin yanmasının halən zaman davam etməsi və millətimizin cəhdi və mücahidəti ilə sönməsi, söndürülməsi davam etməkdədir. O tərəfdən Urmi gölümüzün vəziyyəti dəhşətli halətdə demək ki, sonlanmaqdadır və bunlar hamısı bizim gündəlik məsələlərimiz. Deyən məsələlər budur ki, demək ki, İran Cumhurbaşqanı deyilən Pezeşkiyanın ümumiyyətlə Azərbaycan milli hərəkatlarına nəinki biganə qalması, nəinki bitəfavüt qalması, nəinki bir tərəf qalması, həm də eyni zamanda daha doğrusu rejimin öncəki dövlətlərindən daha qəddarcasına davranması və bunlar hamısı bizim gündəm məsələlərimizdir. Əlbəttə ki, ən böyük gündəm məsələlərimizin Güney Azərbaycanımızın qurtuluşu və Güney Azərbaycanımızın birbaşa bu qəddar hakimiyyətdən və qəddar sistemdən, rejimdən, İrançılıqdan bunların hamısından qurtarması və öz milli dövlətçiliyini əldə etməsidir. Ən önəmli məsələlərimizdən birisi 2 həftə bundan sonra Stokholmda, yəni Svecin baş kəndində baş verəcək Güney Azərbaycanla bağlı ən önəmli tariximizin bugünə qədər ən önəmli uluslararası konfransı günüdür ki, bu da əlbəttə ki, özü çox önəmlidir və bunun üzərində çoxlu danışa bilirik, çoxlu söhbət eləyə bilirik və etməyimiz də lazımdır. Əlbəttə ki, çünki bu hadisə ilk hadisədir ki, demək ki, Azərbaycan milli təşkilatlarının, Azərbaycan milli hərəkatına bağlı olan təşkilatların birbaşa vasitəsilə birbaşa demək ki, top yekun istəyi əsasında və eyni zamanda iştirakı ilə, yəni GATƏŞ, yəni Güney Azərbaycan təşkilatlarının əməkdaşlıq şurası çərçivəsində keçirilməsidir və bu da çox önəmli məsələdir. Amma bu günləri yenə bizim əsas gündəm məsələmizi çox təəssüflə demək ki, zindan, evin zindanı, Tehranın faşizmi evin zindanı təşkil edir. Oradan gələn çox təəssüflə parazitlər, oradan gələn çox təəssüflə demək ki, bu zindanlarımıza baxışların tam olaraq dəyişilməsi,
tam olaraq dəyişkən göstərilməsi və bu cəhdlər, bu cəsarətlər bizim bugünkü 15 dəqiqəmizdə demək ki, paylaşacağımız sizinlə birlikdəyik. İlk öncə mən xahiş edirəm ki, bir çox dəyərli demək ki, Avropada, Almaniyada bizim soydaşlarımız var olsunlar, sağ olsunlar. Heç demək olar ki, çəkinmədən İran səfirliyinin qabağında qarşısında gözəl bir miting keçirdilər. O mitingdən bir parça bizim üçün çox önəmli. Əlbəttə ki, biz soydaşlarımızın hamısının çıxışını çox önəmsirik. Hamısı çox önəmlidir. Bizim üçün hamısı çox dəyərlidir. Amma bir qonağın, yəni Ərəb Əl-Əhvaz hərəkatının ən tanınmış simalarından, şəxsiyyətlərindən birisi olan demək ki, Bəni Torofun sözlərini qulaq asacağıq, bir qıssa tərəfini. Ondan sonra sizinlə birlikdə yenə davam edəcəyik. Lütfən buyurunuz. سلام درود بر ودود اسدی و طاهر نقوی و دیگر زندانیان ترک که در زندان اوین میان مرگ و زندگی تقلا می کنند تا صدای ستم دیدگی خود و ملت آذربایجان را به گوش همگان برسانند. این فعالان مدنی و فرهنگی از نظر آزادی خواهان و دموکراسی طلبان جرمی مرتکب نشدند، اما جرم آنان از نگاه حاکمان تهران و نخبگان تنگ نظر عظمت طلب ملیت فرادست این است که چرا به خشک شدن دریاچه اورمیه اعتراض می کنند و چرا خواستار آموزش دانش آموزان ترک به زبان مادریشون هستند. ما همزنجیران عرب شما چه در خارج و چه در داخل، چه در زندان و چه در بیرون از آن رنج و ستم وارد بر شما را درک می‌کنیم، چون رنج و ستم ما نیز هست. زندانیان ما مهندس محمد علی عموری، برادران آلبوشوکه، حمزه سواری و صدها زندانی سیاسی عرب اهوازی هم به خاطر مطالبه حقوق مردم عرب دهه هاست که در زندان به سر میبرند. از بدترین زندان ایران در شیبان اهواز بگیرید تا دیگر سیاهچالهای ایران. ما و شما و دیگر ملیت‌های ستم کشیده زندانی میشویم، شکنجه میشویم و اعدام میشویم، چون نمیخواهیم زیر بار ظلم اتنیکی برویم. ما و شما و کردها و گیلک‌ها و بلوچ‌ها و ترکمن‌ها تا 100 سال پیش مملکت‌های خود را داشتیم، اما با سیطره یک قوم نه تنها حاکمیت ملی بلکه حق تحصیل به زبان مادری را از ما گرفتند. دریاچه اورمیه و هورالعظیم را خشک کردند. طلای سیاه و طلای زرد ما و شما را چپاول کردند تا تهران و اصفهان و کرمان را فربه کنند. در پایان میگویم که ما مبارزه میکنیم تا طبق قوانین سازمان ملل حقوق ملل غیر فارس در ایران به رسمیت şinaxte şəhər. Bəli, dəyərli soydaşlarımız, gördünüz bu dəyərli Ərəb yol yoldaşımız, arkadaşımız və Ərəb demək ki, Əl-Əhvazın ən önəmli şəxsiyyətlərindən birisi jurnalist və milli faal Bəni Torov cənabları biz eşitdik və bu demək ki, bizimlə özəlliklə Ərəb Əl-Əhvaz dostlarımızın, insanlarımızın və hərəkətlərimizin eyniləşməsini göstərməkdədir. Mən bir daha bu əzizlərimizdən təşəkkür edirəm. Bu milli fəallarımıza buradan can sağlığı arz edirəm. Dəyərli soydaşlarımız. Ancaq bir də bir acı xəbər yenə var. O da Mərəndidəndir və Mərəndidə bilirsiniz ki, Əli Rza Fərşi bizim çox dəyərli tanınmış milli
fəalımız, şəxsiyyətimiz demək ki, Mərændi zindanındadır. Bunun 8 aylıq bir zindan veriblər, ancaq çalışırlar ki, onu uzatsınlar fərqli bəhanələrlə. Hətta bu günlərdə onun mürəxxəslik demək ki, istəyiminə baxmayaraq ki, xəstədir, baxmayaraq ki, ehtiyacı vardır və ailəsi də buna mükərrərcəsinə təqazalar veribdir. Ancaq bunu da rədd etdilər və bunun da səbəbi bu idi ki, güya ki, bu son bir Instagramda İranın demək ki, zindanlarından və onun insan haqlarının qorunmasından tənqid edibdir. Diqqət eləyiz, çox gülünc bir şey. Yəni bir məmləkətdə ki, bir rejimin içində ki, bir ayın içində 300-ə yaxın 286 demək məhbusu edam edilir. İndi buna gəlib bir məhbusun etiraz etməsini insan haqlarının dolayısıyla tərsinə rapor verməsinə dəlalət edir. Dəyərli Əlirzə Fərşibəyev, bizim milli fəalımız. Yəni demək istəyirəm ki, bu günləri biz evindən danışırıqsa, təbii ki, İran adlanan ölkənin və Azərbaycanımızın, Güney Azərbaycanımızın fərqli zindanlarında, müxtəlif zindanlarında, Əhərisində, Kəlbəcərində, üzr istəyirəm, Kələybərində, ondan sonra Mərəndində, Mərağasında, Urmusunda, Ərdəbilində, Təbrizində çoxlu zindanlarımız var bizim. Milli fəallarımız zindanlarlar. Məsələn, Xiyavda çox dəyərli bacımız, qızımız Fatimə xanım, ya daha doğrusu Əbülfəz Rəncibəri Təbrizin zindanında. Demək istəyirəm ki, bizim bu zindanlardan əlbəttə ki, hər birisindən zaman xəbərimiz olmalıdır. Zaman millətimizin içində paylaşmalıyıq və izin verməməliyik ki, bu rejim, bu qəddar rejim, bu sansorçu rejim, bu demək ki, media rejim, bilgi rejimi bunları məhbusda saxlayıb və bilgi vermədən bunların hamısını çürütsün. Buna icazə verməyəcəyik. Ancaq bu günləri ümumiyyətlə bir Güney Azərbaycan Qurtuluş Partiyası olaraq mövqeyimizi ortaya qoymalıyıq biz. Biz çox demək ki, fərqli bir təşkilatıq, fərqli bir partiyayıq, fərqli bir Güney Azərbaycanın istiqlaliyyətini, bağımsızlığını və tam olaraq dövlətçiliyini savunup qorunan bir təşkilatıq. Və buna görə də hər zaman sözümüz tam olaraq demək olar ki, isabətli millətimizin xeyrinə, millətimizin gələcəyinin sərnişinə bağlı olan bir tutumdur. O baxımdan bu günləri bu məsələ ilə bağlı qısaca olacaq da, çox da uzun çəkməyəcəm, sadəcə bunu deyim. Biz hər zaman indi bir ildir Güney Azərbaycan televizyonundan, Güney Azərbaycan Qurtuluş televizyonundan, Qurtuluşun televizyonundan bir ildir bizim canlı yayınlarımız gedir. Həftədə neçə canlı yayınlarımız gedir və hamısında demək olar ki, biz zindanlarımızın şəklini, zindanlarımızın varını, vücudunu qoyuruq ortaya. Yəni bu nə demək? Bu o deməkdir ki, bizim bütün gündəmimizin başında, gündəmimizin hardasa demək olar ki, əsasında yerləşən bizim məhbuslarımızdır. Bu məhbuslarımızın heç birinin bir-birlə fərqi yoxdur. Bizim bir Azərbaycan Milli Hərəkatımız var. Bu Azərbaycan Milli Hərəkatını bütün görən bir təşkilatıq. Bu Azərbaycan Milli Hərəkatını ana bətnimiz görən bir təşkilatıq biz. Baxmayaraq Güney Azərbaycan Qurtuluş Partiyası yox. Amma Azərbaycan Milli Hərəkatını biz millətimizin vahid ana parti, ana təşkilatı, ana strukturu kimi düşünürük. Və bütün təşkilatlarımızın, partiyalarımızın o milli hərəkatın içində olmasını arzu edirik. Onun üsulları ilə hərəkət etməsini arzu edirik və onun birliyini sağlaması ilə arzu edirik. İstiqlalçısı olsun, federalçısı olsun, muxtarçısı olsun, dilçisi olsun, nəyi olursa olsun, ancaq ümid verici olsunlar. Ancaq ümid verici olsunlar, ümid öldürücü olmasınlar deyə düşünürük. Amma biz bu günləri evin zindanında, Tehran evin zindanında
daha doğrusu bütün cinahlarımızdan, yani Azərbaycan Milli Hərəkatına bağlı olan fərqli düşüncelerden zaman zaman demək olar ki, şəxsi ehtiraslar üzerinden, zaman zaman şəxsi egolar üzerinden bir-birinin içine girmiş insanları görürük. Ve bu bizim için bir bütünlük tablosu görülür. Biz Güncey'den Tehran'ın faşizm zindanından birlik gözlükən çox təəssüflə, çox təəssüflə, çox hürmət bəslədiyimiz, çox sayğı bəslədiyimiz və milli hərəkatımızın məhbusu olan, milli hərəkatımız tanınmış bir siması olan Əzimi Qədim bəydən daha doğrusu çox fərqli bir şeylər görürük. Çox fərqli bir səs atması görürük. Və bu fərqli səs atması çox sakin və çox sakitcəsinə, sanki buna heç zaman verməmiş, vaxt verməmişdi, nə qədər danışsan danış deyə, daha doğrusu bir əcib rəhdə içindən gələn bir hissi, bir qərib hiss, içindən gələn bir düşmənçilik hissi, içindən gələn bir öz soydaşına, öz vətəndaşına, öz milli demək ki, yoldaşına olduqca sərt, olduqca ağır töhmətlər, iftiralar zindandan verməsi. Hansı, kimə? O adama ki, özü də Tehran zindanındadır və o adam ki, bunlardan ötürü gedibdir, demək olar ki, bunlardan bunlara müdafi olsun, bunlara demək ki, yoldaşı olsun deyə 4 nəfərlə Ərdəbildən durublar, gediblər ora və nəinki gediblər orada tutulsunlar. Yox, gediblər orada ailələrə qatılsınlar və ailələrlə birlikdə etiraz etsinlər. Amma hər dördünü tutublar. İndi 2 həftədir demək olar ki, bunlar qarantıdadırlar. Yəni, baxın, təsəvvür eləyin, çox qəribə bir şeylər gəlir ortaya. İndi Ayə Əzimi Qədim zindanımızdır dediyim kimi, çox ürəyimiz yanır, çox özləmişik biləsin, eşikdə olmasını arzu edirik. Amma bu anlama gəlməz ki, sən içəridə olasan, zindan olasan və 2 gün, 3 gün aclıq aksiyasından çıxıb və orada duygusallıq ortaya qoyasan və Azərbaycan Milli Hərəkatını eşitdə 2-yə böləsən. Bu kimsenin hakkı değil. Kimseye biz bu icazəni verməməliyik. Əziz soydaşlarımız, əziz Azərbaycan Türk millətinin milli faalları, bunu hər kəs bilməli, hər kəs görməli, hər kəs demək olar ki, nəzərə almalıdır ki, bizim Azərbaycan milli hərəkatında ixtilaf salmaq o demək ki, demək rejimin arxına töhmətdir. İndi bu bilər bilməz və biz arzumuz budur ki, bilər deyil, bilməzlikdən əmələ gəlir, duygusallıqdan əmələ gəlir. Geçmiş xatirələri yeni demək ki, gündəmə çəkməkdən, nə bilim, Beşi Şəhrivər məsələsində əziz Əzimi Qədim, siz haqlı deyildiniz. Siz haqlı demək ki, eşikdə olan əziz soydaşlarımızla birlikdə bildiri verdiniz eşiyə. Bilirdiniz ki, bunun arxası boş olacaqdır və bunu verdiniz. Niyə? Nə üçün? Çünki burada demək olar ki, ego ortaya qoyuldu və bu doğru değildi. Orada olan soydaşlarımız vardır, buna etiraz etdilər. Biz də eşikdən buna etiraz etdik, dedik, verməyiz. Qoyuz içəri özü hər zaman şəraitə gəldi, hər zaman özünü hiss elədi. Urmiya məsələsi ilə bağlı demək ki, özü versin. Milli məsələlərimizlə bağlı özü versin. Hər nə olursa içəridən verilsin və biz onu dəstəkləyək eşikdən. Amma siz bunu etmədiniz. Və fikir elədiniz ki, bunu dəstəkləyəcəklər, dəstəkləmədilər. Nə Təbriz dəstəklədi, nə Ərdəbil dəstəkləmədi, nə Urmi dəstəkləmədi, nə Tehran dəstəkləmədi, heç kim dəstəkləmədi bunu. Dəstəkləməyincən siz bunu gətirdiniz, saldınız kimsələrin başına. Siz ona xain dediniz, o sizə xain dedi. Siz ona ittilaat dediniz, o sizə ittilaat dedi. Burada qazanan kim oldu? Burada qazanan Tehranın faşist sistemi, faşist rejimi oldu. Biz uduza gedirik. Əziz mənim dəyərli soydaşlarım. Biz uduza gedirik. Buna icazə verməməliyik, izin verməməliyik. Bizim milli hərəkatımız mütləqa bütün qalmalıdır. Milli hərəkatımıza rəxnə salanların demək ki, kökünü qurutmalıyıq və Tehran bunların başında dayanır, rejim bunların başında dayanır. Biz özümüzə
Biz özümüzə bu məsələ ilə bağlı çox diqqətli olmalıyıq, əziz soydaşlarımız. Bizim sözümüz bu. Güney Azərbaycan Qurtuluş Partiyası birliyin tərəfdarıdır. Güney Azərbaycan Qurtuluş Partiyası üçün Güney Azərbaycanın vahid bir lideri, vahid bir aparıcısı, vahid bir demək ki, ustası yoxdur. Güney Azərbaycan Milli Hərəkatının içində olan bizim minlərlə milli faalımız vardır. Minlərlə milli faalımızın içindən yüzlər liderlər çıxacaqdır və yüzlər liderlərin içindən onlar baş liderlər çıxacaqdır. Biz Zehtabılar, Həsən Dəmirçilər, Əmanılar, ondan sonra daha doğrusu canım sizə desin bəxtavərlər kimin? Biz şəhidlər vermiş bir millətik. Mən yeni illərimizi deyirəm, hələ geçmiş illərimizi demirəm. Yeni illərimizi deyirəm. Biz demək olar ki, bu şəhidlərimizə və onların yoluna üstünlük verməliyik. Sizi buradan və məni dinləyən hər kəsi buradan sayğı ilə salamlayıram bir daha. Mənim demək ki, bu günləri hissiyatımın bu qədər yüksək olmasının səbəbi sadəcə bundan ibarətdir. Biz Fas zindanlarından birlik səsi gözlərkən Fas zindanlarından nifaq səsinin ortaya gəlməsinin nə anlamı var? Nə anlamı vardı? Sən məni sevməyə bilərsən, tamam sevmə, amma Fas şovinizminin qabağında qarşısında məni xərablama üçün özünü xərablayırsan. Mən sənəm, sən mənsən. Bunu hər kəs belə düşünməlidir. Hər kəs belə düşün. Adam deyir ki, niyə adamlar gediblər Ərdəbildən demək Tehrana bir dənə şəkil yoxdur. Niyə şəkil olsaydı? Artesuq biz. Biz film oynayırıq bu. Azərbaycan Milli Hərəkatı film meydanıdır mı? Hər kəs gəlsin özünü təbliğ eləsin. Ya məsələn birisi gəlir deyir ki, filan kəs gedibdi demək olar ki, Vahid Əsədi ilə bir gün ondan qabaq görüşübdü. Yəni əgər sən bunu deyirsən ki, görüşüb demək ki, harda görüşübdü? Evin zindanında görüşüb. Bəs demək olar ki, birinci sənin verdiyin bu məsələ ki, niyə bir şəkil yoxdur, niyə bir filan yoxdur, bu öz-özünü batil eləyir. Demək ki, öz-özünü batil eləyir. Bu təzadlarla, bu qarşıdurmalarla biz çox təəssüf və çox şeyi əldən verəcəyik. Əziz soydaşlarımız, mən son sözümü və Qurtuluşun son sözü bundan ibarətdir ki, birlik və birlik. Hər hansı bir pürüzlə, hər hansı bir həvəslə, hər hansı bir ehtirasla, hər hansı bir demək ki, ego ilə bu birliyi çalara salan insanlarımız bunu düşünməlidirlər, anlamalıdırlar və bunu bilməlidirlər ki, millət onların, Azərbaycan Milli Hərəkatı onların tərəfində olmayacaqdır. Ancaq birlik yaradanlardılar ki, bu milli hərəkatımıza demək ki, nədir? Lokomotiv olacaqlar. Sizə can sağlığı arzu edirəm. Gələn görüşlərimizə qədər var olun, sağ olasınız.